Salam hörmətli tamaşaçılar, TNS TV-nin növbəti canlı yayın buraxılışıdır. Bugün 18 noyabr 2025-ci ildir. Studiyada mənəm Tural Səfər, doğru məkandasınız. Bugün Milli Məclisin deputatı hörmətli Ceyhun Məmmədovla gündəmi dəyərləndirəcəyik. Ölkəmizdə və dünyada baş verən ən mühüm hadisələri müzakirə edəcəyik. Ceyhun mənim, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Sizin bütün çıxışlarınız tamaşaçılarımız tərəfindən rəğbətlə qarşılanır. Həm cəsarətli çıxışlar olur, həm milli məsələlərə toxunursunuz, eyni zamanda dövlətçiliyimizlə bağlı yarana biləcək problemlər barədə də həmçinin açıq fikrinizi bildirirsiniz. Bu vətəndaş mövqeyidir, ziyalı mövqeyidir. Buna görə sizə təşəkkür edirəm. Özümə borc bildim ki, tamaşaçılarımızın bu mövqeyini canlı efir vasitəsilə sizin diqqətinizə çatdırım. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sizə sağ olun. Bugün sizinlə bir saat vaxt ərzində ölkəmizdə və dünyada baş verən ən mühüm hadisələri müzakirə etməyə çalışacağıq. Başlayaq Azərbaycan və Ermənistan parlament nümayəndə heyətinin İstanbulda keçirilən görüşündən. Görüşlər intensivləşir. Bu görüşlər nəyə gətirib çıxaracaq və eyni zamanda parlament nümayəndələri arasında bundan sonra da hətta Azərbaycanda, yəni Bakıda və İrəvanda da hansısa görüşlərin keçirilməsi nəzərdə tutulub. Bəli, əslində biz Azərbaycan-Ermənistan münasibətlərində uzun müddətdir yeni bir mərhələni müşahidə edirik. Cənab Prezidentin rəhbərliyi ilə deyə bilərik ki, son bir neçə ayda çox mühüm addımlar atıldı. Cənab Prezidentlə Ermənistan baş nazirinin görüşü, hətta Birləşmiş Ərəb Əmirliklərində bir görüş oldu, sonra Amerika Birləşmiş Ştatlarında görüş oldu. Bir neçə dəfə Azərbaycan parlamentinin sədri hörmətli Sahibə xanım Qafarova Ermənistanın parlament sədri ilə görüşübdür. Bilirsiniz ki, bir müddət bundan əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistana səfər etdilər və artıq bugün isə Azərbaycan parlamentinin ATƏT-dəki nümayəndə heyəti Ermənistan nümayəndə heyəti ilə görüşdü. Mən istərdim burada bir vacib məqamın üzərində durum. Bilirsiniz, biz artıq onu ciddi anlamalıyıq ki, biz münasibətləri mütləq şəkildə normallaşdırmalıyıq. Biz anlayırıq ki, Ermənistan bizə qarşı bir çox soyqırımlar törədib, faciələr törədib. Amma biz məsələyə daha geniş vizyonla baxsaq, bugün regionumuzda, dünyamızda baş verən prosesləri ciddi bir formada təhlil etsək, deyərdim ki, bugün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri Ermənistanı həm Azərbaycanın, həm də Türkiyənin yanına gətirmək və Ermənistanın bizim yanımızda olmasını təmin etmək. Çünki bu belə olmadığı təqdirdə yenə Ermənistandan həm bizə qarşı, həm Türkiyəyə qarşı kimlərsə istifadə edə bilər. Ona görə bu mənada bizim insanlarımız da bunu anlamalıdırlar ki, bizim çox böyük bir hədəflərimiz var, planlarımız var. Bölgə bütövlükdə inkişaf etməlidir və ən digər önəmli məsələ isə bugün dünyada ciddi proseslər gedir. Dünya nizamı pozulub. Regionumuzda da əslində dərindən biz baxanda çox ciddi təhdidlər var. Əgər Rusiya-Ukrayna müharibəsi bitərsə, həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada nə baş verəcək? Bunlar ciddi suallardır. Ümumiyyətlə, Rusiyanın hansı planları və hədəfləri var və eyni zamanda Azərbaycan çox həssas bir bölgədə yerləşir və bizim bugün ən vacib hədəf və məqsədlərimizdən də biri Azərbaycanın tranzit ölkə kimi dəhliz istiqamətində atdığı addımların uğurla nəticələnməsidir. Əslində düşünürəm ki, növbəti mərhələ dəhlizlərin müharibəsi mərhələsi olacaq. Və Azərbaycan uzun illərdir çox uzaq görən bir formada bu istiqamətdə işlər aparır. Orta dəhliz, şimal-cənub, əvvəldən İpək yolu, ümumiyyətlə Zəngəzur dəhlizinin açılması və digər bütün bunlar. Və o mənada bu görüşlərin ana hədəfi və məqsədi əldə olunan sülhü daha da gücləndirmək, xalqlar arasında etimadı möhkəmləndirməkdir. Çünki bugün Ermənistan daxilində xüsusilə bu prosesə kənar qüvvələrin vasitəsilə, təhriki ilə
mane olmaq istəyən qüvvələr var. Yəni hazırda Ermənistan seçkilərə hazırlaşır. Ermənistan daxilində həm keçmiş müxalifət, bu rejimin qalıqları, cinayətkar qrup və kilsə və bilirsiniz ki, eyni zamanda o Karapetyan, hansı ki, bugün həbsxanadadır. Ermənistanda hakimiyyətin dəyişilməsinə çox ciddi cəhdlər var. Və bu bizi də təbii ki, Rusiyanın təhriki. Bəli, və bu bizi də ciddi şəkildə narahat edir və biz də buna imkan verməməliyik və bunun üçün də Azərbaycan Ermənistanla davamlı olaraq əlaqədədir, müəyyən məsləhətləşmələr aparılır və bu gün deyə bilərik ki, artıq biz böyük bir məsafəni qət etmişik. Sülh müqaviləsi yaxın vaxtlarda imzalanacaq, yaxın vaxtlarda Zəngəzur dəhlizi işə düşəcək. Ona görə bax bu yöndə, bu istiqamətdə həm vətəndaş cəmiyyəti institutlarının bu prosesə töhfə verməsi, eyni zamanda parlament nümayəndələrinin bu prosesdə iştirakı ümumi bizim hədəfə və məqsədə gedən yolda bu prosesə töhfə verəcək əsas məsələlərdən biridir. Fərqli fikirlər var cəmiyyətdə. Bəzi insanlar hesab edirlər ki, ermənilərin bizim başımıza açdıqları oyunlardan, o soyqırımlardan sonra biz bu tezliyə əlaqələri belə möhkəmləndirməməliyik. Amma məşhur bir misal var, tamaşaçılardan üzr istəyirəm, deyir, nə ilə dostluq elə, çomağı əlinə yerə qoymayın. Dəmir yumruq yerindədir təbii ki. Biz ermənilərin bizim başımıza açdığı oyunları heç vaxt unutmayacağıq. Bunu cənab prezidentimiz də dəfələrlə qeyd edib. Biz nə Xocalı soyqırımını unudacağıq, nə 30 illik işğal tariximizi unudacağıq. Biz bunların heç birini unutmayacağıq. Amma bundan sonra da düşmənçilik həddində yaşamaq olmazaq. Biz nə vaxta qədər düşmən olacağıq? Bu düşmənçilik nə ermənilərə, nə də Azərbaycan xalqına yaxşı işlə vəd eləmir. Bəli, əlaqələrin möhkəmləndirilməsi sülhün daha tez yaranmasına, yəni sülh müqaviləsinin imzalanmasına və xalqların o əlaqələrinin möhkəmlənməsinə, diplomatik əlaqələrin qurulmasına gətirib çıxara bilər. Və sizin bir fikrinizlə mən tamamilə razıyam ki, biz erməniləri öz tərəfimizə çəkməliyik, Türkiyə və biz. Əgər biz onları öz tərəfimizə çəkməsək, onlar bizim əlimizin altında olmasalar, başqa xarici qüvvələrin əlinin altında olacaqlar və Qafqazda həmişə təhlükə olaraq da qalacaq. Bir mənalı, bilirsiniz, mən biraz ümumi o məsələdən bəhs etdim. Bəli, biz unutmuruq və unutmayacağıq və hər zaman cənab prezident də qeyd edir, biz keçmişi unutmuruq və unutmamalıyıq. Çünki bizim başımıza çox faciələr gətirilib. Amma biz məsələyə qlobal kontekstdən baxmağı da bacarmalıyıq. Bu cür bölgənin inkişafı üçün, Azərbaycanın daha da inkişafı üçün münasibətlərin normallaşması çox önəmlidir. Baxın, yəni bugün Azərbaycan əsas nəqliyyat dəhlizlərindən birinə çevrilmək istəyir. Və biz Zəngəzur dəhlizinin ən qısa vaxtda işə düşməsini istəyirik. Və bunu əgər istəyiriksə, münasibətlərin normallaşması mütləqdir. Biz uzun illər, bax bu Ermənistandan başqa dövlətlər istifadə etdiyinə görə bölgədə inkişafa nail ola bilmədik. Yəni bugün reallıq ondan ibarətdir ki, Azərbaycan təklikdə yalnız Gürcüstanla və üçüncü bizim bölgədə olan ölkə ilə təmas, əlaqə qurmadan inkişaf etmək qeyri-mümkündür. Yəni bölgədə uzun müddətli sülhə mane olan, bölgənin inkişafına ciddi bir formada mane olan dövlət Ermənistandır. Yəni ona görə məsələyə bir qlobal baxışla biz baxanda biz nə istəyirik? Biz istəyirik ki, bir də müharibə olmasın. Əgər istəyiriksə sülh olmalıdır. Biz yenidən qırğın istəyiriksə o başqa. Biz bunu istəmirik. Necə olacaq? Biz eləyəcəyik, onlar eləyəcək, biz eləyəcəyik və belə proses gedəcək. Tarixdə də belə olubdur və bu kənar qışqırtmalarla, kənar təhriklərlə baş verir. Yəni Ermənistanı gətirdilər bura və bizə uzun illər Ermənistan vasitəsilə təzyiq etdilər. Qarabağ münaqişəsini kim yaratdı ki? Biz indi bunu həll etmişik və o mənada da bugün durub demək ki, yox, onlar bizim düşmənimizdir. Bunlar, bəli, bizə qarşı faciələr törədilib.
Amma məsələyə qlobal baxmalıyıq. Axı bu gün Azərbaycan bundan böyük iqtisadi gəlir əldə edəcək. Azərbaycan təhlükəsizliyini təmin edəcək. Bölgəmizə sülh gələcək və bu daha qlobal bir yanaşmadır ki, biz bitiririk. Siz baxın, biz bunu ciddi bir formada dərk etməliyik. Biz hər gün sabahımızı şəhid xəbərləri ilə alırdıq. Ateşkəs güya var idi, amma hər gün bu baş verirdi. Hər gün səhərimizi o xəbərdən açırdıq ki, sərhəddə ateşkəs pozulub. Ayda nə qədər neçə biz şəhidimiz olurdu. Biz bunu yenə də istəyirikmi? Biz bunu istəmirik. Artıq neçə vaxtı biz nə şəhid veririk, nə bizim itkilərimiz var, nə ateşkəs pozulub, nə dağıntılarımız var. Və biz milyardlarla vəsaiti o istiqamətə sərf etdik. Və bugün də biz bu sərmayəni müharibəyə, qarşı durmalara, dağıntılara yox, bölgənin inkişafına yönləndirir. Və ona görə də burada o keçmişin qalıqlarında ilişib qalmaq, mən yenə deyirəm, yəni biz unutmuruq və unutmamalıyıq. Mən həmişə deyirəm, tarix onu unudanları cəzalandırır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxarmır. Biz bunu unutmamalıyıq, nəticə çıxartmalıyıq. Amma biz gələcəyə də baxmağı bacarmalıyıq və gələcəyi də planlamağı bacarmalıyıq. Bizim gələcəyimiz münasibətlərin normallaşmasından gedir. Biz bunu etməyəcəksə, Rusiya yeni Ermənistandan istifadə edəcək, Fransa yeni Ermənistandan istifadə edəcək, başqa dövlətlər istifadə edəcək, onların vasitəsilə bizi zəiflətmək istəyəcəklər. Biz buna imkan verməməliyik ki, bir də Ermənistan kiminsə əlində maşa olsun, kiminsə əlində alət olsun. Bölgədə bir destruktiv qüvvə kimi, bölgədə bir pozucu dövlət kimi qalsın. Biz Ermənistanı fərqli bir istiqamətə daşımalıyıq və bu istiqamətdə atılan hər bir addımı da təbii ki, dəstəkləməliyik. Azərbaycan prezidenti indi ölkəmizi qlobal layihələrin icra olduğu bir strateji mərkəzə çevirib. Bu günlərdə Özbəkistanın paytaxtında keçirilən möhtəşəm tədbiri xatırlayaq. Azərbaycan C5 formatındakı həmin bloka qoşuldu və artıq 6-lıq formatında öz işini davam etdirəcək. Bu məşvərət görüşü, dövlət başçılarının bu məşvərət görüşü və Azərbaycan biraz öncə dediyiniz kimi tranzit ölkəyə çevrilir. Biz Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərini Azərbaycan üzərindən Avropaya, dünya çıxaracaq. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərindən istifadə olunaraq Azərbaycanda zavodlar, fabriklər qurula bilər, yeni iş yerləri açıla bilər. Yəni Azərbaycan gələcəyə tamamilə fərqli baxır. Bizim ölkəmizin rəhbəri Azərbaycanın gələcəyinin daha parlaq olması üçün əlindən gələni edir. Azərbaycanın belə strateji bir bölgəyə çevrildiyi zamanda bizə müharibə mi lazımdır? Qətiyyən lazım deyil. Siz tamamilə haqlısınız. Biz Ermənistanı öz tərəfimizə çəkməli, öz yumruğumuzun altında, öz qapazımızın altında saxlamalı və bölgədə, regionda təhlükəsizliyi tam təmin etməliyik. Xalqımız bunu bilməlidir. Bəzən tamaşaçılar yazırlar, bəzən radikal mövqedən çıxış edirlər, amma olmaz. Belə bu cür yanaşmaq təbii, siz baxın, indi biz əhalimiz artır, əhali dolanmalıdır, yaşamalıdır. Post neft dövründə bizim həm də dövlətimizi saxlamaq üçün əlimizdə olan imkanlardan biri də Azərbaycanın ən qısa vaxtda tranzit bir dövlətə çevrilməsidir. Orta dəhliz layihəsi, Orta Asiyadan yüklərin Azərbaycan vasitəsilə Avropaya daşınması. Əgər müharibə olarsa, hansı ölkə gəlib buradan yükün daşınmasına razı olar? Heç bir ölkə. Və biz bu layihələri necə inkişaf etdirəcəyik? Və əgər sülh olmasa Azərbaycana investisiyanı biz necə cəlb edə bilərik? Və ona görə də burada qarşılıqlı bir əməkdaşlıq var və xüsusilə də Çin böyük bir bazara, potensiala malik dövlətdir. Orta dəhliz vasitəsilə Azərbaycan böyük vəsait əldə edəcək. Özbəkistanda olan da cənab prezident qeyd etdi, 90% artım var. Bu böyük bir göstərici. Demək olar ki, 100%-ə yaxın bir artım var.
Azərbaycan Ələt demək limanının imkanlarını 25 milyon ton demək həddinə gətirib çatdırıb. Zəngəzur dəhlizi ilkin mərhələdə 15 milyon ton yük daşımağa imkan verəcək. Və bu da ölkəmiz üçün ciddi gəlir deməkdir və ciddi bir vəsait deməkdir. Və bugün Azərbaycan eyni zamanda Orta Asiyaya vəsait yatırır. Bugün Azərbaycan Orta Asiyaya özünün neft-qaz məhsullarını satır. Bu istiqamətdə bugün Azərbaycan Xəzərin dibi ilə elektrik naqilləri kabeli çəkir. Və bu bütövlükdə isə, yəni artıq bu sıradan bir məsələ deyil. Azərbaycan Mərkəzi Asiya dövlətlərinin həmən o şurasının tam hüquqlu bir üzvü oldu. Bu bir tarixi nailiyyətdir. Bu cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ən böyük bir nailiyyətdir ki, biz həmin ərazidə həm yerləşirik, həm də yerləşmirik. Yəni o Mərkəzi Asiya söhbət konkret 5 dövlətdən gedir və bugün Azərbaycan da həmən bax o şuraya üzvüdür. Bu bizim həm təhlükəsizliyimiz, həm iqtisadiyyatımız, həm eyni zamanda gələcəkdə enerjinin daşınması baxımından və digər aspektdən siyasi baxımdan bizim imkanlarımızı daha da genişləndirir. Qarşılıqlı sərmayələrin yatırılması. Bugün Azərbaycan Özbəkistan'a böyük bir sərmayə yatırır. Və bu böyük bir məsələdir. Azərbaycan digər Orta Asiya respublikalarına özünün məhsullarını ixrac edir. Özünün qeyd etdiyim kimi neftini, qazını satır. Bu bizə həm iqtisadi qazanc gətirir, həm bizim mənəvi bağlarımızı gücləndirir, həm də dövlətimizin iqtisadi gücünü də təbii ki, güclü bir formada artırır. Azərbaycan prezidenti bugün yeni dünya düzəninin formalaşmasının iştirakçıdır. Bu həqiqəti artıq bütün dünya qəbul edir. Azərbaycan yeni reallıqları yaradır dünyada və regionda. Qloballaşma səviyyəsi artdıqca milli dəyərlərin qorunması məsələsi daha da aktuallaşır. Biz nə qədər çox qloballaşırıqsa, bir o qədər də dəyərlərimizi qorumaq məcburiyyətindəyik. Çünki əks təqdirdə biz dəyərlərimizi itirə bilərik. Bu zaman biz gələcəkdə müstəqilliyimizi itirə bilərik. Bir xalq kimi məhv olarıq, əriyib gedərik və s. və ilə. Ona görə də Azərbaycan prezidenti Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında Azərbaycan dilinin qorunmasından və Azərbaycan tarixinin araşdırılmasından, yeni araşdırma istiqamətlərinin müəyyənləşdirilməsindən danışdı, yeni kitabların nəşrindən danışdı. Bu çıxışdan sonra son vaxtlar bu prosesi apara biləcək dövlət orqanları, Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi sanki hansısa qüvvələr tərəfindən hədəfə gətirildi. Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini hansı orqanlar təbliğ etməlidir? Bu istiqamətdə hansı orqanlar işlər görməlidir? Təbii ki, Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi. Biz son vaxtlar baxırıq ki, sosial şəbəkələrdə o qara güruhun, eyni zamanda xaricdən idarə olunan qüvvələrin Elm Təhsil Nazirliyinə, eyni zamanda Mədəniyyət Nazirliyinə koordinasiya olunmuş bir hücumu var. Cəməm, niyə biz bu hücumların qarşısını ala bilmirik? Axı, bizim ölkəmizin kifayət qədər bu millətin gələcəyini düşünən ziyalıları var. Bu ziyalılar önə çıxmalıdırlar, fikir bildirməlidirlər. Sizcə, deyilənlər doğrudurmu? Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi doğrudanmı normal fəaliyyət göstərmir? Yoxsa mənim düşündüyüm kimidir, Azərbaycan prezidentinin çıxışından sonra bu milli məsələlərin gələcəkdə daha da qabardılması, daha çox iş görülməsi istiqamətində vəzifələr qarşısına vəzifələr müəyyənləşmiş bu orqanlara məqsədli bir hücum var. Ümumiyyətlə, gəlin məsələyə belə yanaşaq. Birinci, əslində cənab prezidentin AMİA-nın toplantısındakı çıxışı çox konseptual bir çıxış idi və dərin məzmunlu bir çıxış idi. Və Azərbaycan üçün həm də bir yol xəritəsi idi. O çıxışda bütün istiqamətlər təfsilatlı şəkildə öz əksini tapmışdı. Həm informasiya texnologiyaları, süni intellekt, kiber təhlükəsizlik, ana dilinin qorunması, tarix və digər. Və o mənada bu çıxış əsasında bizim qarşımızda çox ciddi bir vəzifələr müəyyənləşib. Ziyalıların, alimlərimizin
qarşısında və orada cənab prezident xüsusilə ana dili ilə bağlı qeyd etdi ki, mən özüm buna ciddi bir nəzarəti həyata keçirəcəm. Bəli. Burada məsələ ondadır ki, baxın, məni ən çox narahat edən nədir? Bizim düşmənlərimiz, xarici qüvvələr gördülər ki, bizi hərb meydanında məhv edə bilmədilər. Bizi məğlub edə bilmədilər. Və onlar bugün çalışırlar ki, bizi daxildən o qurd ağacı yeyən kimi yesinlər. Yəni, bugün əslində müharibə ideoloji müharibədir. Bugün beyinlərin müharibəsidir. Bugün sosial media müharibəsidir. Baxın, bilmirəm, mən əminəm ki, siz bunu izləyirsiniz. Mən Azərbaycan mediasını çox diqqətlə izləyirəm və sosial mediada. Baxın, ciddi bir mütəşəkkil şəbəkə var, xüsusilə xaricdən. Bunlar bir neçə istiqamətdə iş aparırlar. Birinci, cənab prezidentin fəaliyyətinə kölgə salmaq. Təbii ki, bu qeyri-mümkündür. İkinci, hakimiyyətə qarşı inamsızlıq yaratmaq. Tez-tez müxtəlif addımlar atmaq. Misal üçün, mütəşəkkil bir formada davamlı olaraq hansısa bir millət vəkili, deputat hədəfə alınır və onun haqqında yanlış məlumatlar cəmiyyətə ötürülür. Biz bunu sizin efinizdə müzakirə etmişdik. Manipulyasiya edilir. Və bugün Azərbaycanda bu istiqamətdə, indi biz 5-ci kolon deyirik, bir istiqamətdə yox, müxtəlif istiqamətlərdə işlər gedir. Bir, Azərbaycanın milli mənəvi dəyərlərinə, xüsusilə dini dəyərlərinə çox ciddi hücum var. Yəni, bizim dini dəyərlərimizin sıradan çıxarılması. Bugün ciddi bir səylər var ki, Azərbaycanda ənənəvi dindən bizim vətəndaşlarımız uzaqlaşdırılır və qeyri-ənənəvi dinlərə sürətli bir meyl yaradılır. Bu tendensiya özünü açıq şəkildə göstərir. Son vaxtlar Azərbaycanın, mən bunu bir neçə dəfə demişəm, dini xəritəsi ciddi bir formada dəyişir və qeyri-ənənəvi təriqətlərə insanlar meylənir. İkinci məsələ... Təhlükələr də çatıbmı? Mən düşünürəm ki, bəli, biz bu barədə ciddi düşünməliyik, bu bizi narahat etməlidir. Çünki mən uzun müddət bu sahədə işlədiyimə görə, belə deyək, üzdə hər şey hamar görsənir, amma altda su axır və öz işini görür. Və sürətli bir formada bölgələrimizdə qeyri-ənənəvi təriqətlərin yayılma elementləri özünü ciddi göstərir və bu bizə gələcəkdə ciddi bir problem yaradacaq. İkinci bir məsələ, bir sıra qərb dövlətlərinin, Avropa dövlətlərinin həyata keçirdiyi layihələrdir. Və Amerika Birləşmiş Ştatlarının da bəzi təşkilatları, Amerika Birləşmiş Ştatlarında Trump bunun qarşısını aldı. Məsələn, bugün Azərbaycanda gender bərabərliyi probleminin olduğunu, bugün Azərbaycanda feminizm hərəkətinin biz dəstəkləndiyini görürük. Bugün ailə dəyərlərinə kütləvi hücumları biz görürük və bu açıq-aydın özünü göstərir. Və təbii ki, burada da həm bizim Elm və Təhsil Nazirliyi, eyni zamanda Mədəniyyət Nazirliyi də tez-tez hədəf alınır. Burada bilirsiniz, əslində biz yeni bir mərhələyə daxil olmuşuq. Bu prosesi biz necə qiymətləndirməli? Hazırki islahatlar, hazırki atılan addımlar gələcəyə hesablanmış addımlardır. Bu post-müharibə dövründə yeni yanaşmadan irəli gələn məsələlərdir. Mədəniyyət sahəsində bəzi islahatlar həyata keçirilir. Bu islahatların bir qismi ağrılıdır. Mən də bunu bir neçə dəfə qeyd etmişəm. Amma görünür ki, bu islahatların da həyata keçirilməsi gələcəyə hesablanmış müəyyən addımlardan irəli gəlir. Və eyni zamanda bugün bizim təhsil sistemində də müəyyən bir işlər, islahatlar gedir. Təhsildə biz, yəni müəllimlərlə bağlı, proseslə bağlı addımları görürük. Bunun nəticələri, bu hər iki sahədə atılan addımlar ağır addımlardır. Bunu həm strukturların rəhbərləri də özləri zaman-zaman qeyd edirlər.
Amma görünən odur ki, bir hədəf var, məqsəd var, tapşırıq var, biz ona doğru gedirik və zaman da bu proseslərin hansı formada və hansı nəticə ilə yekunlaşacağını göstərəcək. Amma burada ən önəmli məsələ isə artıq insanlarımızın beyninə yeridilən fikirlərdir. Yəni mən düşünürəm ki, məsələn baxın, yəni bunlar reallıqdır. Məqsədli şəkildə dövlət aparatına qarşı bir inamsızlıq, təhqir, nifrət şəbəkəsi var. Məsələn, mən indi tez-tez məqsədli şəkildə TikToka girirəm. Bəzən də canlı yayım açıram və baxıram. Orada bir təhlil aparıram və uşaqlara da deyirəm, təhlil aparın. Ciddi bir aqressiya var. Məsələn, təəssüf ki, cəmiyyətin beyninə dövlət məmurları haqqında, millət vəkilləri haqqında çox ciddi yanlış fikirləri yeridiblər və sosial şəbəkədə... Bu bir şəbəkədir. Bəli, mən sizə deyim də, məsələn, mənim bir müsahibəm təhrif olmuşdu. Sizin verilişdə bu barədə gərək ki, danışmışdı. Mən ümumiyyətlə bununla bağlı davamlı təhlillər aparıram. Yəni, sosial mediada və mətbuatda manipulyasiya və fake xəbərlər və bu. Azərbaycanda baxmayaraq ki, müəyyən qeyri-qanuni fəaliyyətə görə həbs olunan jurnalistlər var. Yəni, onlar qanunun, hüququn tələblərini pozduqlarına görə bugün cəzalarını çəkirlər, qeyri-qanuni maliyyələşmə və s. Amma bu şəbəkələr bugün var, mütəşəkkildir. Məsələn, misal üçün onlar hansısa bizim bir həmkarımıza çıxa bilər, məsələn, mənim özümə də bəzən çıxırlar və başqasına da. Sualları, yəni bu heç də sırf xaricdən gələn deyil. Bizim daxilimizdə bəzi saytlar var ki, onlarla əlaqəlidir. Məsələn, siz bir fikir bildirirsiniz, sonra həmin fikri təhlif edirlər və onların qrupları var, sosial media qrupları və həmin qruplarda yayırlar. Yəni, xaricdəki o blogerlərlə sinxron işləyən daxildə saytlar var deyirsiniz. Şəbəkələr var və fərdlər var. Məsələn, mən bir dəfə mənim həmən o yazımı təhlil etdim, paylaşımlara girdim, baxdım, gördüm, müxtəlif gənclər qrupları yaradıblar, qapalı qruplar var. Sosial şəbəkələrdə. Açıq qruplar var və bunlar davamlı olaraq bu informasiyanı ötürərək, tutaq ki, istər təhsilimiz, istər mədəniyyətimiz və ümumilikdə dövlətin siyasəti ilə bağlı çox ciddi bir formada iş aparırlar və ona görə bugün biz sizlə bir neçə dəfə müzakirə etmişik, çox ciddi bir ideoloji iş aparmalıyıq. Yəni, baxın, Cənab Prezident bu qədər iş görür, Qarabağda, ölkənin daxilində, ölkəmizin Orta Asiya, bu qədər qlobal işlər görülür, amma bu daxildə və xariclə əlaqəli olan həmən bu qruplar isə daxildən bu prosesləri fəal bir formada həyata keçirməyə çalışırlar və bizim ümumi gördüyümüz işlərə ləkə salmağa çalışırlar. Misal üçün, siz tez-tez sosial mediada görə bilərsiniz. Məsələn, filan rayonda, işğaldan azad olunmuş rayonda bir evin tikilməsinə 150.000 pul xərclənib. Bir insan da bunu oturur, başlayır və dövrü bu qədər pul ayrılıb. Mən görüşlərdə deyirəm və müsahibələrimdə də deyirəm, sonra da hədəf alırlar, sizlə də müzakirə etmiş. Mən deyirəm ki, burada söhbət bir evin tikilməsindən getmir. Yol var, su var, qaz var, işıq var və s. məsələlər var. O evin tikilməsi qədər vəsait oradakı söküntüşlərinə gedir. Əlbəttə ki, baxın, indi bugün hamı deyir ki... Gərək ədalətli olaq. Əlbəttə ki, pensiya, filan, bunu dövlət də bilir. Amma biz bugün də müdafiə xərclərinə 8 milyarddan artıq pul xərcləmişik. Niyə? Biz buna məcburuq. Biz güclü olmalıyıq. Biz güclü olmalıyıq. Bizim artıq düşmənimiz Ermənistan deyil, onlar navadarlardır. Və bugün dövlət mərhələli şəkildə bütün işləri görməlidir. Yəni, bizim bilirsiniz, bəzən elə şeylər danışırlar. Bunu unutmamalıyıq. Qarabağ müharibəsi bizim 30 il gündəmimizin əsas mövzusu oldu. Doğru. Bu problemi 30 il ərzində biz həll etməyə çalışdıq. Bugün Azərbaycanı qınamaq istəyənlər anlamalıdırlar ki,
30 ildə Azərbaycan 100-dən artıq qaçqın və məcburi köçkünlər üçün qəsəbə tikdi. Onları vaqonlardan çıxartdı, onları ağır şəraitlərdən çıxartdı, həyat şəraitini yaxşılaşdırdı, ordusunu gücləndirdi və s. Vətən müharibəsinə qədər deyirlər ki, pullar hardadır? Məlum oldu ki, pullar silahdadır, texnikadadır, ordudadır. Ona görə insanlar fikir yürüdərkən də və müəyyən bir kütlə var və bunları da kənardan körükləyirlər ki, belə olmalıdır, falan olmalıdır. Bizim əhali ilə Ermənistanın, Gürcüstan əhalisi müqayisə etmək olmaz. Bizim problemlərimizlə heç bir ölkənin problemi eyni deyil. Bizim xərclərimizlə heç bir ölkənin xərci eyni deyil. Və ona görə də birdən-birə bütün bu addımları, tədbirləri həyata keçirmək asan bir işdir. Biz birdən-birə qaldıraq, neçə min onu edək, neçə min bunu edək. Dövlət də istəyir ki, bu olsun. Amma bu dediyimiz, bax, bu hansı dövlət istəməz ki, vətəndaşı daha yaxşı yaşasın? Və ona görə də burada biz sizə bir məsələni də deyim. Yəni, biz getdikcə bu cür hücumların, bu cür təbliğatın, bu cür fəaliyyətin daha da artacağını görəcəyik. Deməli, biz ideoloji işi daha da gücləndirməliyik. Və burada da məsələ ondadır ki, bilirsiniz, mən bunu bir neçə dəfə demişəm. Məsələn, mənim günümün demək olar ki, böyük bir əksəriyyəti sosial mediaya gedir, mətbuata gedir. Ən azı 10, 11, 12 televizorlara gedirəm bəzən və çox çətin olur. İndi mən bunu nəyə görə deyirəm? Burada məsələ odur ki, bizim ziyalılarımız, bizim bu vətəni, dövləti sevən insanlarımız da çox fəal olmalıdır. Problem bilirsiniz nədir? Qara güruh kütlə çox fəaldır. Hər yerdə hücumdadılar. Amma ziyalı kəsim isə müəyyən mənada bir hissəsi öz qınına çəkilib. Təəssüf ki, elədir. Kənara çəkilir. Və onlar da, məsələn, baxın, sizlə önəmlidir deyə mən deyirəm. Kimlər hədəf alınır? Kim danışır o? Bəli. Kim ideoloji heç danışmayan, məsələn, baxın, siz adlarını da çəkmirlər. Son bu müddətdə ki, hədəfə alınanlar kimlərdir? Onlar islahat həyata keçirənlər, onlar fəal olanlar, onlar cənab prezidentin yanında olan dövlət siyasətini dəstəkləyənlər. Onlar hədəf alınır. Niyə qınına çəkilən, niyə heç bir mövqeyi olmayan, özünü qoruyan insanı heç kim hədəf almır? Çünki onlar onlara mane olmur. Doğru. Onlar kimə ki, onlar məsələn maraqlıdırlar ki, bir neçə insan, tutaq ki, biz dəyərlərdən danışırıq, mənəviyyatdan danışırıq, əxlaqdan danışırıq. Onlar onların işinə mane olan insanlara hücumu təşkil edirlər ki, ən azından onları da ruhdan salsınlar. Baxın, bizim cəmiyyətdə çox ciddi proses gedir. Hamını hörmətdən salıblar. Dəyərsizləşdirmə gedir. Nə yazıçıya hörmət var, nə şairə hörmət var, nə dövlət möminə, nə millət vəkilinə. Mən arada görüşdə deyirəm ki, söhbət şəxsdən getmir, söhbət dövlət statusundan və aparatından gedir. Məsələn, siz Türkiyə kimi cəmiyyətdə, ayrı-ayrı ölkələrdə dövlət məmuruna, millət vəkilinə ən yüksək hörməti görürsünüz. Yəni, bu dövlət əyanı olduğuna görə, dövlət babanı təmsil etdiyinə görə. Biz indi o xaricdən xüsusilə bunu edirlər. Bunu ərəb ölkələrində də belə etdilər. Hakimiyyətə qarşı inamsızlıq, hakimiyyətin davamlı gözdən salınmasına cəhdlə. Ona görə burada 3 nəfər, 5 nəfər, bayaq da biz sizdən verilişdən əvvəl danışdıq. Bizi hədəf alarlar deyin, danışmayaq. Kimisə xətrinə danışmayaq. Dəfələrlə özümə deyiblər. Mənim özümə də deyirlər ki, sən nə edirsən bunu edib? Kim etməlidir? Niyə pis olursan? Niyə tənqid edirsən? Niyə münasibət bildirirsən? Niyə etiraz edirsən? Yaxşı, onda biz nə etməliyik? Yəni, onlar qoyaq ki... Onda biz dövlətimizi verək. Əlbəttə ki. Xarici qüvvələrin əlinə verəcək mi olar? Yəni, bilirsiniz, xaricdən çox böyük resurslar bu ölkəni dağıtmağa yönəlib. Mən də adını çəkib onları reklam eləmək istəmirəm. Bir 10-a yaxın belə saytlar var ki, və eyni zamanda şəxslər var. Baxın, siz axşam YouTube-a görün, YouTube-da nə baş verir? Xaricdən necə bizə hücumlar var? Özdə son vaxtlar bu hücumlar daha da artıbdır. Daha da güclənibdir. Niyə? Nə üçün? Və bu
müxtəlif istiqamətlərdə bizə doğru bu işlər həyata keçirirlər. Manipulyasiya, saxta məlumatlar, yalan məlumatlar. Bilirsiniz, indi bayaq da danışdıq. Yəni kadrdır. Cənab Prezident təyin edir, etimad göstərir. Etimad göstərilən şəxs anlamalıdır ki, ona etimad göstərilir. Göstərməyəcək, Naxçıvanda kimi dəyişiklik baş verəcək. Yəni bu artıq elə bir məsələdir ki, ümumiyyətlə bugün bilirsiniz, dünyada ən ciddi bir nömrəli bugün problem nə sayılır? Kadr problemi. Bugün ümumiyyətlə gələcəyə də doğru bütün ekspertlərin, tanınmış şəxslərin həyəcan təbili odur ki, kadr məsələsi. Və kadr məsələsi də o mənada, yəni etimad göstərilən insan buna vəzifə verilib də, məsələn, axırıncı icra başçıları ilə görüşdə cənab prezident hər şeyi açıq bir formada dedi və tapşırıqlarını verdi. Doğru. Ona görə də burada da yəni ancaq mühakimə etmək, ancaq linç etmək, ancaq təhqir etmək, bunun arxa hədəf və planı bütövlükdə siyasətə xələl gətirmək. Baxın, yəni üzücü olsa da mən hərdən sual verirəm. Biz Qarabağ zəfərini nə tez unutduq. Yəni, təəssüf ki, biz zəfərimizi milli ideologiyaya çevirə bilmədik, Ceyhun. Mən açıq deyəcəm. Yəni, mən hərdən oturub fikirləşəm, gəlir mənə deyir, mən deyirəm ki, necə sən belə danışa bilirsən? Sən necə Qarabağa getmirsən ta ki, hansısa bölgəyə, hələ ki iş tapa bilməmsən, sən durub bunu nə ilə mənə sübut və müqayisə edirsən? Axı biz deyirdik ki, torpaqlar azad olunsun, gedib orada torpaqda yataram. Bəli. Gedib orada ac qalaram. Nə oldu, nə baş verdi? Niyə birdən-birə biz başladıq bu qədər bu? Təbii ki, bu hamıya aid deyil. Amma müəyyən bir kəsim var ki, bu kəsim... Təəssüf ki, o kəsim az deyil. Və mən bir şey də deyim, bu kəsim də çox təhlükəli kəsimdir. Bəli. Cahil, aqressiv, qara güruh bir kəsimdir. Doğru. Sözümüz buna aid olan kateqoriyaya aiddir. Ancaq dağıtmaq, ancaq qırmaq, ancaq əzmək. Hə, siz dağıtmaq, qırmağa nə var ki? Siz elə bilirsiniz, dağıdıb, indi bu olmayacaq. Güclü orqan var, dövlət var, cənab prezident var, bizim hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları. Amma siz elə düşünürsünüz ki, o xaricdəkilər sizə yaxşılıq etmək istəyir. Onlar sizi Suriyaya çevirmək istəyir. Onlar sizi Liviyaya çevirmək istəyir. Onlar sizi İraqa çevirmək istəyir. Onlar əgər baxın da biz gərək hər şeyi görək. Hansı ölkə xoşbəxtlik aparıb onlar? Bəli, bunu biz nə üçün anlamırıq? Niyə biz bunu dərk etmirik ki, bunlar bizə məqsədi o deyil, onların məqsədi Azərbaycanı parçalamaqdır, Azərbaycanı məhv etməkdir, Azərbaycanı yox etməkdir. Onların məqsədi bizə gətirib pul vermək, gətirib baxın, maraqlar, qüvvələr, Sudanda nə baş verir, Yəməndə nə baş verir, ayrı-ayrı ölkələrdə nə baş verir. Biz görün necə güclü dövlət qurmuşuq. Necə Azərbaycan böyük uğurlara imza atır. Cənab prezident bir gün Avropada, bir gün Amerikada, bir gün Mərkəzi Asiyada, Türkiyə. Görün biz nə yaratmışıq. Bəli. Yeni reallıqlar yaratmışıq. Bəli. Və bunu dərk etmək lazımdır və bu siyasəti dəstəkləmək lazımdır. Problemlər var. Bunu ölkə rəhbəri də dedi. Ən çılpaq şəkildə bir daha qayıdıram. İcra başçıları ilə görüşdə cənab prezident açıq şəkildə mövcud vəziyyəti tənqid elədi. Məmurlara tapşırıq verdi. Bundan artıq nə olmalıdır? Ona görə də vətəndaşlar da, yəni bu məsələlərdə xüsusilə ziyalılar. Xüsusilə ziyalılar. Ziyalılar susmamalıdır. Ziyalılar nəhayət danışmağa başlamalıdır. Bu dövləti, yəni, bu milləti müdafiə etməlidir, mübarizə aparmalıdır. Yəni, baxın, yəni mən bir daha deyirəm, yazıçılarımız, şairlərimiz, müəllimlərimiz bu millətin siyasi kəsimi fəal olmalıdır. Mən inciməsinlər, mən görmürəm, mən bu mövqeyə açıq aydın görmürəm. Yoxdur. Yəni, bu kənara çəkilmək olmaz. Kənara çəkilmək ona aparıb çıxaracaq ki, bunlar bir-bir hər şeyi qıra-qıra, dağda-dağda gedəcəkdir. Bu prosesi onların... Hamımız eyni gəmidəyik. Gəmi batır, hamımız batacaq. Əlbəttə ki, batacaq. Bizim görün nə gözəl ölkəmiz var. Yəni, bilirsiniz, əslində Qarabağ zəfəri bir möcüzədir. Möcüzədir. Müsəlman ölkəsi bütün dünya ilə müharibə edir, torpağı azad edir. Biz nə etmişik? Baxın, Qarabağ azaddır tamamilə. Erməni yoxdur. Biz suverenliyimizi bərpa etmişik. Erməni yoxdur. Bunu qorumaq lazımdır.
Bunu qorumaq asan olmayacaq. Onlar bizə bu qələbəni bağışlamayacaqlar. Bəli. Onlar gecə-gündüz çalışacaqlar ki, hərb meydanında qələbə çala bilmədilərsə, bizi daxildən çökərtsinlər, daxildən məhv eləsinlər. Və buna da bir mənalı olaraq hamı öz mövqeyini ortaya qoymalı. Bəlkə də mən bu fikrimi bir mənalı qarşılamayacaq tamaşaçılarımız, amma mənə elə gəlir ki, mən belə düşünürəm, zəfəri qorumaq onu qazanmaqdan daha çətin. Əlbəttə ki, əlbəttə ki, tarixən belə olubdur. Kim deyə bilər 20 ildən, 30 ildən, 50 ildən sonra nə baş verəcək? Siz elə bilirsiniz, Ermənistan xoşuna bizlə belə xoş davranır. Ermənistan anlayır ki, məcburdur. Heç nə edə bilməz. Bəli, çıxış yolu yoxdur. Amma bugün Ermənistan çox çalışır. İqtisadiyyatını gücləndirməyə çalışır. Eyni siyasəti davam etdirir. Xaricdən erməniləri Ermənistana gətirir və sair. Ermənistan da durmur. Elmini artırır, potensialını artırır, intellektini artırır. Bu qaçınılmazdır ki, Ermənistan daxilində bu yuvalar hələ tam sönməyib. Bu hələ də orada bəzi Revanşistlər hələ də qığılcımlar var. Bu meşədə olan kimi hələ tüstüləyir, amma nə vaxtsa yenidən alışa bilər. Biz ona hazır olmalıyıq. Biz hər an buna hazır olmalıyıq ki, bir Ermənistan istənilən halda yenidən revanşizmə sürüklənə bilər. Hardan bu belədir? Əsrlərdir belədir. 1905, 1906, 1918, 20, 47, 92. Bunun bizim qarşımızda nümunələri var da. Olub da tarixində. Biz bunu anlamalıyıq ki, biz nə qədər şəhid verib qələbəmizi təmin etdik. İndi isə bu qələbəni qorumaq çox çətindir. Çünki sən dünya nizamına qarşı getsən, sən super güclərə qarşı getsən, sən Fransaya qarşı çıxmısan, sən Rusiyaya qarşı çıxmısan, sən Avropanın aparıcı dövlətlərinə qarşı çıxmısan. Onlar bunu sənə bağışlayacaqmı? Yox. Onlar bugün informasiya meydanında səndən qisas alırlar. Sosial mediada səndən qisas alırlar. Sən buna hazır olmalısan və buna qarşı ciddi bir mübarizə də aparmalısan. Son vaxtlar Mədəniyyət Nazirliyinə, Elm Təhsil Nazirliyinə hücumların da elə səbəbi dediyiniz məsələlərdir. Zəfərlə bağlı danışdınız. Bəli, biz zəfərimizi təəssüf ki, milli ideologiyaya çevirə bilməmişik. Biz Qarabağın işğaldan azad olunmasını milli ideologiya, milli ideya çevirmişdik. Ona görə tarixi zəfəri qazandıq. Amma biz zəfərimizi hələ ki, milli ideologiyaya çevirə bilməmişik. Əgər bunu bacarmayacaqsa, zəfəri qoruya bilməyəcəyik. Biz bunu açıq danışmalıyıq. Mən 8 noyabr zəfər günündə efirdən bir arzumu dilə gətirdim. Dedim ki, mən istəyirəm ki, arzuluyuram ki, Zəfər bayramı bizim Novruz bayramı kimi hər kəsin evində süfrə açılaraq qeyd olunsun. Bizim övladlarımız, bizim insanlarımız 3 gün, 5 gün, 10 gün qabaqdan səbirsizliklə gözləsin ki, 5 gündən sonra Zəfər bayramı olacaq, 10 gündən sonra Zəfər bayramı olacaq. Niyə bunu dedim? Bu efirdən sonra ziyalı deyə biləcəyimiz bir şəxs mənə zəng vurub və deyir ki, sənin işin gücün yoxdur, sən deyir, nə danışırsan? Sən təzəvvüzə gətirirsiniz. Yəni, əgər bu ziyalı belə düşünürsə, biz daha nə deyək başqa? Bilirsiniz necədir? Baxın, bilirsiniz, indi sizdə, məndə bəzi insanlar var ki, biz acı həqiqətləri deyirik. Biz problemi deməliyik. Yaxşı işlər çoxdur, onu deyirik, deyənlər də var. Amma bizi narahat edən məsələləri deməliyik. Biz birinci olaraq, xalq olaraq bu qələbəni dərk etməmişik. Mən hamını demirəm. Bəli. Amma kütlə olaraq, ümumi olaraq bunu dərk etməmişik. Biz prezidentin bu xalq, bu dövlət üçün nə etdiyini də dərk etməmişik. Tamamilə doğrudur. Eyni fikir. İkinci isə bəli, sizin dediyiniz kimi, biz bu qələbəni ideologiyaya çevirə bilməmişik. Amma hələ imkanlarımız var. Bəli. Bunu çevirmək üçün çalışmalıyıq. Çevirə bilsək, necə siz dediniz, biz o dövrdə Qarabağın azad olunmasını milli ideologiyaya çevirdik və buna nail olduq. İndi isə zaman o zamandır ki, biz qələbəmizi milli ideologiyaya çevirməliyik və bunun üçün gecə-gündüz çalışmalıyıq. Və sizin də dediyiniz kimi tamamilə doğrudur. Xüsusilə də bəzən ziyalı kəsimdən bunu görəndə ki, özünüzü yormayın, düzəlməyəcək,
nəyinizə lazımdır? Boş şeydir. Niyə bu məsələləri deyirsiz? Niyə özünüzü kimlərlənsə başqaları ilə düşmən edirsiniz? Niyə siz bu bəs yaxşı, onda bu ölkəyə kim sahib çıxacaq? Kim Bu desin ölkəni bunu? kim qoruyur? Problemləri kim dilə gətirsin? İndi problemləri siz deməsək, problemlər həll olunmur axı. Biz deyək, problem yoxdur, axı problem var. Var. Axı sosial mediada bu görünür. Hə. Axı bu cəmiyyətin içində görünür. Dəyərlər degradasiya olur, dəyərlər transformasiya olur, ailə institutu zəifləyir və kənardan ciddi bir hücum var. Yəni manipulyasiya var. Fake xəbər var. Məsələn, bir yanlış məlumat yayılır, 1000 nəfər söyür. Bilirsən ki, yanlışdır. O 1000 nəfər araşdırmır ha. Elə söyür, təhqir edir. Bu ciddi bir siqnaldır, bu ciddi bir narahat edici bir. Bunu da kim edir? Həmən dediyimiz o qüvvələr. Hansı ki, bugün, indi bəzən... Onlar idarə olunur, Ceyhun müəllim. Onlar Əlbəttə, kənardan idarə olunurlar. Baxın, mən sizə bir Bu məsələ... qara gürültə qoşulur onlara. Yəni bir mənalı, mən sizə bir məsələni deyim də. Baxın, bizdə belə bir düşüncə yarana bilər ki, biz 5-ci kolon ifadəsini çox işlədirik. 5-ci kolon yalnız Rusiyanın deyil, Qərbin də var, İranın da var. İranın da var. Hətta Türkiyənin daxilində bəzi qruplar var, onlar da var. Dövlətdən söhbət getmir. Ərəb ölkələri də var. Və bunların hamısının bizim bölgəmizdə marağı var. Biz indi birdən kimsə fikirləşə bilər ki, bu Amerika Birləşmiş Ştatlarında Soros falan bunlarla mübarizə aparsa da xüsusi mərkəzlər var. Ermənistan maliyyələşdirir, Rusiya maliyyələşdirir. Amerikada bağlanıbsa Rusiya ki, son vaxtlar baxın, Moldovada, ayrı-ayrı ölkələrdə çıxır ortaya. 100 milyonlarla pullar xərclənib, onun hesabatı istənilir. Ukraynada olsun. Ayrı-ayrı şəbəkələr, ayrı-ayrı qruplar öz maraqlarını, məqsədlərini təmin etmək üçün hər metoddan istifadə edirlər. Bilirsiniz, yəqin ki, məlumatınız var. Nə qədər saxta profillər var. Çox. Və gecə-gündüz bu profillərlə hücum edirlər. Bir nəfər 10, 20, bəlkə də 50 profilin arxasında gizlənir. Siz bir dənə nəyəsə yazırsınız, 50 adam yazır, 50'si də bir adam. Eyni adamdır. Hamısında pulu var, hər şərhində qiyməti var, hər profilində qiyməti var və hamısında maliyyələşməsi var. Bu adamlar gecə-gündüz otururlar, ancaq YouTube-dadılar, ancaq sosial mediadadılar. Hardan qazanılır bu pul? Bu pul hardan gəlir? Bunlar necə dolanır? Bunlar ailəsini necə dolanır? Azərbaycan düşmənləri verir. Nə ilə bunlar dolanır? Bəli. Ya bunlar axı əslində ciddi sualdır və bunların hədəfi və məqsədi nədir? Əgər cəmiyyətin islahıdırsa, ölkəmizi xoşbəxt gələcəksə başqa. Amma söyüş, təhqir, axı bizim üçün ailə həmişə müqəddəs olub. Bizdə həmişə kişi başqasının arvadı haqqında danışanda ayıb bilib bunu. İndi biz bunu efirə daşıyırıq. Biz bunu bəzən çox təəssüf ki, prezidentin ailəsinə qarşı kimlərsə bunu etməyə çalışırlar. Və bunlar hardan gəlir? Bu necə baş verir? Necə olur ki, bu qədər böyük bir şəbəkə bizim ölkəmizin əleyhinə işləyir? Mən yenə deyirəm, yəni baxın görün, nə qədər qruplar var, nə qədər şəxslər var, nə qədər kanallar var, nə qədər səhifələr var. Və belə olduğu təqdirdə biz oturaq, heç nə deməyək, heç bir addım atılmasın, heç bir ifşa olmasın. Bu belə deyil. Biraz cobut deyəcəm, Ceyhun müəllim. Tamaşaçılardan da sizdən də üzr istəyirəm. Zibili xalçanın altına süpürməklə məsələ həll olunmur. Qopacaq da bir gün. Bilirsiniz, yəni təəssüf ki, bugün belə düşünənlər var. Yəni bilirsiniz, mən sizə bir məsələni deyim də. Mən deyərdim ki, hazırki durum, hazırki vəziyyət ən həssas, ən məsuliyyətli dövrlərdən biridir. Məni biraz da narahat edən arxayınlıqdır. Arxayınlıq qədər təhlükəli heç nə yoxdur. Doğru. Heç kim arxayın olmasın ki, biz torpaqlarımızı azad etmişik və bununla da missiyamız bitib. Xeyr, bitməyib. Torpaqlarımızın azad olunması kimləri sevindirir? Rusiya sevinirmi? Xeyr. İran sevinirmi? İran sevinirmi? Fransa sevinirmi? Yaxın ətraf sevinirmi? Və bunların hansı məkirli planları var? Bunlar qisas almaq həvəsində və axtarışındadırlar.
Biz belə olduğu təqdirdə arxayınlaşmamalıyıq. Və biz belə olduğu təqdirdə insanları maarifləndirməliyik, insanları ayıltmalıyıq, yaxşı ideoloji iş qurmalıyıq, yaxşı təbliğat iş aparmalıyıq. Mediamızın da üzərinə böyük bir vəzifə düşür. Onlar beyni yumaqla məşğuldur. Biz necə edək ki, bax, bu xəstəlikləri sağaldaq? Biz necə edək ki, bunları ifşa edək, bunların qarşısını alaq? Bunu edirik, amma bunu daha çox etmək lazımdır. Yoxsa kənara çəkilib, inzivaya çəkilmək, yox, mən danışmayım, məni hədəf alarlar. Siz danışmayın, mən danışmayım, o danışmasın. Qoy onlar nə istəyirlər eləsinlər. Sonra Bunun sonu faciədir. Sonrası faciədir. Biz bu dövləti nə zülmlə qurduq? Bəli. Niyə biz 90-cı illərin əvvəllərində çörək tapmadığımız günləri unuduruq? Niyə biz adi ehtiyaclarımızı dövlət büdcəsinin boş olduğu günləri biz unuduruq? Azərbaycan əskərinin ayaqqabı tapmadığı günləri unuduruq. Paltar tapmadığı, patron tapmadığı günlər olur. Dövlət büdcəsinin dediyim kimi bomboş olduğu bir günləri niyə unuduruq? Biz hardan hara gəlmişik? Biz nə Ulu Öndər Heydər Əliyev gəlib bu Azərbaycanı nə zülmlə qurdu? Bakıda nə qədər qoçu dəstəsi var idi? Nə qədər qiyamlar oldu? Nə qədər təxribatlar oldu? Axı biz bu dövrdən bu dövrə gəlmişik. Və cənab prezident nə qədər maneələri dəf elədi. İndi siz izləyirsiniz, açılır bəzi məsələlər. Görün biz hardan hara gəlmişik. Bunun axı biz qiymətini bilməliyik, qədərini bilməliyik. Bunu biz göz bəbəyimiz kimi qorumalıyıq. Dövləti qorumaq, ailənin namusunu qorumaq qədər önəmlidir. Biz nə vaxt dövləti qorumağa, öz ailəmizin namusu qorumağı kimi bilsək, hamımız, hər kəs, o zaman biz daha çox iş görə biləcəyik. Amma indi mən yaxşı yaşayayım, dolanım, heç kimin də mənimlə işi olmasın, danışmayayım, deməyim, tənqid etməyim, yola verim, o formada biz ciddi bir irəliləyişə nail ola bilmərik. Biz ciddi ideoloji iş aparmalıyıq, sizin dediyiniz kimi. Bu ciddi ideoloji işin önündə sizin də, mənim də üzvü olduğum partiya olmalıdır. Cənab, gəlin açıq etiraf eləyək ki, bizim partiya üzvlərimiz də aktiv deyirlər bu məsələlərdə. Yəni, ən azından dövlətçiliyimizlə bağlı müzakirələr gedəndə, bu ölkənin gələcəyi ilə bağlı müzakirələr aparılanda, görülən işlərlə bağlı müzakirələr aparılanda bizim partiya üzvlərimiz dəstək verə bilərlər. O qara güruha, o sosial şəbəkələrdə dezinformasiya yayınlara bizim partiya üzvlərimiz cavab verə bilərlər. Amma biz bu aktivliyi görmürük. Birinci, onu qeyd edək ki, yəni mən tam ümumiləşdirməyin əleyhiniyəm. Yəni burada məsələ necədir? Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni bu günlərdə də biz Yeni Azərbaycan Partiyasının növbəti bir ad gününü və yaşını qeyd edəcəyik. Və Yeni Azərbaycan Partiyasını Azərbaycanı qələbədən qələbəyə aparan bir partiyadır. Yəni Azərbaycanın bugünkü uğurlarının təməlində bir qrup ziyalının Ulu Öndər ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratdılar və sonra da Ulu Öndərlə böyük xidməti cənab prezident kimi bir şəxsiyyətin yetişdirilməsi və bu siyasətin davam etdirilməsidir və təbii ki, uzun illər Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin inkişafında, güclənməsində çox böyük rol oynamış bir partiyadır və biz bugün ümumi prosesə baxanda, ideoloji işi təhlil edəndə ki, ideoloji işi daha çox kim aparmalıdır və kimlər etməlidir. Əslində bir önəmli məqam odur ki, bilirsiniz ki, bu işin əhəmiyyətini cənab prezident nəzərə alaraq prezident administrasiyasında xüsusi bir şöbə yaradıldı. Yəni bu yenilik idi. Qanunverici orqan və siyasi partiyalarla və demək lazımdır ki, xeyli bu istiqamətdə işlər görülüb. Yəni partiyalarla əməkdaşlıq qurulubdur və sıx bir əməkdaşlıq var. Siyasi dialoq multiformalaşdırılıb. Siyasi dialoq var. Bizim milli bayramlarımızda birgə bəyanatlar və sənədlər, partiyaların maliyyələşməsi və s. Və o mənada təbii ki, bugün eyni zamanda Yeni Azərbaycan Partiyasında üzərinə çox böyük bir vəzifə və missiya düşür. Çünki
ideoloji işi həmişə kimlər aparır? Partiya, siyasi partiyalar və iqtidarda olan partiya və siyasi partiyalar. O mənada bugün, yəni yerli şöbələr, ərazi təşkilatları, müəyyən işlər, tədbirlər, görüşlər aparılır, həyata keçirilir. Amma burada da bizim gördüyümüz işləri daha da artırmaq, daha da gücləndirmək, daha da fəal olmaq kimi bir missiyamız var. Məsələn, bugün ən ciddi proseslərdən biri gənclər arasında gedir. Bunu, məsələn, mən qarşıdakı illəri çox çətin görürəm. Mən pessimist insan deyiləm. Bəzən deyəndə kimlərsə deyir ki, süni intellekt bizə ciddi problem yaradacaq. Artıq yaradır. Bəli, sosial media ənənəvi medianı məhv edib. Ənənəvi mediada bir YouTube, bir verilişə 20 adam bəyənmə qoyursa, artıq kanallar sosial mediada 100 milyonlardan söhbət gedir. TikTokda və s. Və çox xaotik bir proses gedir. Və gənclərlə, bax bu dediyimiz xaricdəki qüvvələr sıx iş yapar. Bir, gənclərin oğurlanması prosesi gedir, xaricə gedirlər. Gənclər arasında davamlı Avropa sevgisi təbliğatı aparılır. Savadlı, bilikli gənclərin kütləvi köçü məsələsi var və digər məsələ. Ona görə burada da, xüsusilə də partiya daxilində, ümumiyyətlə strukturlar daxilində biz gənclərlə çox sıx bir iş aparmalıyıq. Çünki problem bugün həm də odur ki, bizim gənclərimizin beynini oğurlayırlar. Əgər o ölkədə ki, ideoloji işcə, bilirsiniz, dövləti güclü edən mən bütün çıxışlarımda deyirəm, ideologiyadır. İdeologiya olmasa, mənəviyyat olmasa, dəyərlər olmasa siz dövlət saxlaya bilməyəcəksiniz. İdeoloji iş prioritet işdir. Yəni sənin milyardların ola bilər, hər şeyin ola bilər, silahın, gücün. Mən bunu bir iki dəfə demişəm, bəzən yoldaşlar deyir, Ermənistanın silahı var idi. Ermənistan döyüşürdü. Düzdür, biz onlardan güclüydük. Amma biz qələbə çaldıq. Amma bugün Ermənistan dövlətini də zaman-zaman bu prosesdə, o dövrdə güclü edən onların ideologiyası idi. O nifrət idi. O düşmənçilik hesabına bizim torpaqlarımızı işğal etdilər. Və ona görə bu mənada, bu anlamda əlbəttə ki, Yeni Azərbaycan Partiyasında, digər partiyaların da üzərinə böyük bir məsuliyyət düşür. Baxın, bizim təəssüf ki, hətta müxalif partiyalar belə ümumilli məsələlərdə bir ola bilmirlər. Yəni, faciə bundadır. Yəni, son o müxalifə liderlərin, özlərini lider adlandıran şəxslərin bəyanatlarına baxın. Gah Rusiyanı dəstəkləyir, gah Fransanı dəstəkləyir, gah Ermənistanı dəstəkləyir. Onların bəziləri hələ də Qarabağa getməyib. Sual da, niyə getməmisən? Ciddi sual. Nədən qorxusan? Niyə getmirsən? Nədən qorxusan? Niyə getmirsən? Niyə sən ora getmirsən? Xeyr ola, niyə gedib oradan bir bəyanat vermirsən? Fransa səfiri də getdi, Amerika səfiri də getdi, hamı getdi. Sən hələ getməmisən. Sən getmə. Nədir? Niyə getmirsən ki? Nədən qorxusan? Hansı öhdəliyə görə sən belə narahatsan və bu mövqeyi bildirmirsən? Və hardasınız? Deyirdiniz ki, İlham Əliyev Qarabağ satdı, Rus sülh məramlı gətirdi, Xan kəndinə verməyəcək. Niyə çıxıb üzr istəmədiniz? Niyə demədiniz ki, biz vaxtında səhv eləmişik, biz düz qiymətləndirməmişik, indi yalan başqa yalanlar axtarırsınız və başqa mövqe bildirirsiniz. O görə bu qara güruhu körükləyənlər elə onlardır da. Əlbəttə kidir və burada da ifşa olmalıdır. Bəli. Açıq aydın ifşa olunmalıdır. Bax, budur da, deyirsən belə, fakt, cavab ver də. Deyirsən bu belədir, o belədir. Baxıram, danışırlar, danışmaq asandır. 90-cı illərin əvvəllərində gördükdə vətəndaş müharibəsi biz ərəfəsindəydik. İndi biri danışır, onu eləyərəm, bunu eləyərəm. Nə eləyərsən? Bir tərəfində İran var, bir tərəfində Rusiya var, bir tərəfində Fransa var. Kim bunlarla belə döyüşə bilərdi? Kim bunlarla vuruşub bu qələbəni təmin edə bilərdi? Ona görə də bu tarixi qələbədir. Bu möcüzədir. Biraz öncə dediniz, bu möcüzədir. Bəli, bu möcüzədir. Möcüzədir. Baxın, bu qədər super gücə malik olmağına baxmayaraq, imkanlara baxmayaraq, qərb dövlətləri bunu proqnozlaşdıra bilməmişdir.
böyük tarixi ənənəsi olan İran dövləti bunu proqnozlaşdıra bilməmişdi ki, Azərbaycan nə vaxtsa belə bir şey dedi. Hamısı şok vəziyyətində idi. Bu nədir? Bu tarixi nailiyyətdir. İndi gərək bu nailiyyəti qoruyaq. Bu nailiyyəti necə qoruyuruq? Möhkəmləndirək və daha da gücləndirək. Cənab, son vaxtlar Ramiz Mehdiyevlə bağlı məsələlər gündəmdən düşmür. Ramiz Mehdiyevin hakimiyyət çevrilişinə cəhd etməsi ilə bağlı müzakirələr aparılır. Cinayət işi qaldırılıb, istintaq gedir bu istiqamətdə. Ramiz Mehdiyev həm də Yeni Azərbaycan Partiyasının üzvüdür. Tez-tez onun partiyadan çıxarılması ilə bağlı fikirlər də gündəmə gətirilir. Bu günlərdə Arif Rəhimzadə bir açıqlama verib yerli mediaya və deyib ki, əgər məhkəmə qərarı yoxdursa, Ramiz Mehdiyevlə bağlı deyilənlər hamısı boş söhbətlərdir. Bu cürdə deyib. Məhkəmə qərarı olmadan onun partiyadan çıxarılması məsələsi gündəmdə deyil, belə bir fikir səsləndirib. Mən öz subyektiv fikrimi deyim, sonra sizin mövqeyinizi alacağım. Arif Rəhimzadə YAP-ın rəhbər strukturlarında təmsil olunur. Nə sədr müavinidir, nə idarə heyətinin üzvüdür, nə təftiş komissiyasının üzvüdür. Veteranlar Şurasının üzvüdür, YAP-ın veteranlarının üzvüdür və onun partiya adından açıqlama vermək kimi bir səlahiyyəti də yoxdur. Və onun verdiyi bu açıqlama cəmiyyətdə də müəyyən çaşqınlıq yaradıb. Bu məsələyə istəyirəm. Qısaca münasibətinizi bildirsiniz. Birinci, mən onu xüsusi vurğulamaq istəyirəm ki, Ramiz Mehdiyevlə bağlı məsələdə bir neçə önəmli məqam var. Önəmli məqamlardan biri odur ki, hər kəs hansısa bir açıqlama verməmişdən əvvəl diqqətli olmalıdır. Çaşqınlıq yaratmamalıdır. Reallıq ondan ibarətdir ki, Ramiz Mehdiyevlə bağlı cinayət işi başlanıb. 4 aylıq qəti həbs tədbir imkanı verir, araşdırma gedir, istintaq prosesləri gedir və bu artıq sübut olunub. Və bu prosesin başlanğıcıdır. Prosesə uyğun olaraq da istər həbs olsun, istər partiyadan çıxarılma olsun, istər başqa məsələlər olsun, bütün bu məsələlərin hamısına baxılacaq. Və mən o mənada sizlə razıyam ki, bu partiyanın rəhbəri var. Bəli. Bizim cənab prezident Ulu Öndarın davamçısı və əgər araşdırma başlayıbsa, bu o deməkdir ki, proses gedir. Və ona görə də mən bunu ilk dəfə deyil rastlaşıram ki, sanki bəziləri müdafiə etmək istəyir, sanki bəziləri ümumiyyətlə fərqli mövqe nümayiş etdirməklə. Baxın, ortada bir proses var. Və mən istəyərdim ki, 5 nəfər, 10 nəfər, 15 nəfər yox, hamı bu məsələdə fəal olsun və bunu qınasın. Bu yanlış əməl, yəni xəyanəti qınasın. Və ona görə dövlətə xəyanət edib. Əlbəttə ki, ona görə də burada indi durub ümumi bir açıqlama vermək ki, bu olmayacaq, o olmayacaq. Proses gedir. Biz də dövlət təmsilçiləri olaraq hüquq çərçivəsində məsələyə münasibət bildirməliyik. Və hüququ prosedura uyğun açıqlamalar verilməlidir. Kimsə verir ki, yox, bunun cinayəti sübut olunmayıb, biri deyir ki, yox, bu belə deyil, elə deyil. İş gedir, araşdırma gedir və biz onun nəticəsini mütləq görəcəyik. Yaxın günlərdə hansısa qərarlar da olacaq, hansısa açıqlamalar da olacaq, hansısa tədbirlər də görəcək. Amma durub qeyri-müəyyən cavab vermək və bəzən mən ümumi deyirəm, qeyri-adekvat cavab vermək, çaşdırıcı cavab vermək, o dediyimiz bayaqki qüvvələrin əlinə də fakt və material verir. Bəli. Biz ona görə də o məsələlərdə, o yanaşmalarda, baxışlarda burada yəni biz indi danışdıq, hazırda proses gedir, istintaq prosesi gedir, açıqlama veriləcək. Amma bu gün istintaq prosesi gedərkən müdafiə kiminsə qalxması, mən ümumi deyirəm, kiminsə qeyri-müəyyən cavab verməsi və ya bilərəkdən, bilmərəkdən hansısa bir informasiyanı ötürməsi və ya verməsi ümumi prosesə mane olan bir məsələdir. Çünki bu kənardan da müəyyən o dediyimiz destruktiv qruplar ki var, onlara da
təkan verir ki, onlar manipulyasiya eləsinlər. Onlar desinlər ki, bax görürsüz, belədir, belə oldu, elə oldu, bu oldu, səngidi, səngimədi, o bunu dedi, bu bunu dedi. Məlumdur da, istintaq prosesi gedir də. Proses başa 4 aylıq var. Bəli, və bu proses barədə açıqlama veriləcək. Partiya ilə də bağlı məsələyə baxılacaq. Bu partiya rəhbərliyi münasibət bildirsin. Sən kimsən? Bəli, və buna da cavabdeh kimdirsə, yəni aidiyyatı olaraq buna mütləq şəkildə reaksiya da veriləcək, cavab da veriləcək. Yəni burada ən önəmli məsələ odur ki, cəmiyyəti çaşdırmaq olmaz. Çünki bir sıra hallarda biz hansısa məlumatı verəndə, misal üçün bizə də müraciət edirlər, başqalarına da məlumatlar düzgün olmalıdır. Bir də mən ona gəlirəm ki, dövlət yönümlü məsələlərdə 3 nəfər, 5 nəfər yox. Hamı mövqeyini ortaya qoymalıdır. Hamı dövlət mövqeyini ortaya qoymalıdır və vətəndaş mövqeyini, ziyalı mövqeyini göstərməlidir ki, cəmaət da onlardan nümunə götürsün. Və biz hər birimiz bu cür əməlləri qəti şəkildə pisləməyi də bacarmalıyıq. Biz Arif Rəhimzadədən belə çaşdırıcı açıqlama yox, vətəndaş mövqeyi göstərməyi gözləyirik və onun kimi ziyalılardan qara güruha cavab verilməlidir. Bu ölkənin tarixi, müstəqillik tarixi bu cür insanların gözünün qarşısında olub, biz haradan hara gəlmişik, müqayisə eləmə imkanları var. Buyursunlar, çıxsınlar, müqayisə aparsınlar, gənclərə tövsiyələr versinlər, yol göstərsinlər. Daha çaşdırıcı məlumatlardan insanları yanlış istiqamətə yönləndirməsinlər. Cənab, çox sağ olun, təşəkkür edirəm. Bir saatdan artıq vaxt ərzində biz çox ciddi məsələləri müzakirə etdik. Yenə hər zaman kimi maraqlı idi sizinlə söhbət və inanıram ki, tamaşaçılarımız həvəslə baxdılar. Sonda tamaşaçılarımıza ənənəvi xahişimizi çatdırırıq. Proqramı bəyənin, paylaşın. Kanalımıza abunə deyilsə, abunə olub sıralarımızın genişlənməsinə öz töhfənizi verin. Bir daha xatırladırıq ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı, hörmətli Ceyhun Məmmədovdur. Bugünkü proqramımız başa çatır. Biz sizinlə sabah yenidən görüşmək ümidi ilə ayrılırıq. Hələlik.